Hoş gördük, hoş gördük. Necəsiz, nə var diyor. Şahmat Salman YouTube kanalında deməli maraqlı gedişatlar var. Bu bir gün ərzində çox sayda abunə gəlir. Çox sevinmişəm. Özü də kimin videosundan deyim də. Tofiq Musayevin gözəl idmançımız, gözəl bir qüvvətli idmançımız, Azərbaycanın belə deyək də fəxrli kişi, əsl kişi idmanıdır. Hər bir idmanın bir gözəlliyi var, belə deyək. Amma həqiqətən də mobil bir sözlə qaydasız döyüş bambaşqadır. Şəhərlərdə fikirlərimizi yazarsınız. Mən də həqiqətən bu fenomenal döyüşlərini sevirəm. Yəni bu qaydasız döyüş, həqiqə harflar gəldi. Orada kickboxingdə var, karatedə var, judoda var, güləşdə var, bir sözlə aerobiqada var. Hər bir bütün idman növləri o qaydasız döyüşdə yığılır. Belə deyək də kickboxing, karate, ondan sonra güləş, judo, sambo və s. müəyyən hərəkətlər bu MMA-da yığılır. Həqiqətən də çox belə ona görə adıma xoş gəlir bu şeylər görə. MMA döyüşü, qaydasız döyüş. Belə deyək də mən sabahlar belə deyək də izləyicidən çox vaxtdır. Ləzzət görürsə bir sözlə. İndi gəl mən bu Tofiq Musayevin videosunu paylaşmışam, haqqını halal eləsin. Bir sözlə ki, çox gözəl baxışdan gəlir, bir sözlə ki, hamına say gəlir. Elə bir ki, belə deyək də bizim xalqımız Azərbaycan xalqı belə deyək də idmana həvəsli. Özü də bir sözlə ki, güləşə də, qaydasız döyüşə də, karateyə də hər birinə belə deyək də böyük bir rəğbət var Azərbaycanın kəndlərində, yeniyetmələrində, istər xanımlar, istər bəylər, hər birində. Çalışın, idmanla məşğul olun. Gözəl. Şahmat Salman YouTube kanalına da abunə olan hər bir şəxsə təşəkkür edirəm. Bu paylaşıma da belə baxsanız, bəyənərsiniz, baxmasanız da nə araq dəyər ki, eybi yox, canlı sağ olun. Allah proqramın canlı sağlıq versin, o proqramı çıxardan canlı sağlıq. Proqramla buradan baxış, heç nə, sizlər də belə paxıllıqdan baxarsınız, yana qalarsınız, belə deyək. Təşəkkür edirəm. Bir daha var olun, gözəl izləyicilər, yəni belə sadiq izləyicilər, belə canlı yayımlarıma da gələndə heç olmazsa canlı yayımlarımı da bəyənin və s. və s. Yenə bu günləri, yenə də axşam yenə canlı yayım açacağım. Bir daha Azərbaycan xalqına Allah təala kömək olsun, gənclərimizə, ağsaqqallarımıza, ağbirsəklərimizə, orta yaşlılarımıza, körpə balalarımıza, yeniyetmələrimizə, hər birimizə Azərbaycan xalqına kömək olsun. Allah belə qorusun. Var olun. Bir daha yaşasın Turan elləri var olsun, istəməyən məhv olsun. Az qalıb, yaxşı olacaq hər şey, əla olacaqdır. İnanıram. Salamat qalın. Şəhərlərdə də fikirlərinizi yazarsınız.